Hörmətli izləyicilər, hər birinizi xoş gördük. Bugün Mədəniyyət Mərkəzində müxtəlif sahələr üzrə istedadlı müəllimlərimizlə söhbətlərimiz davam edir. Bu dəfə qonağımız vizaj sənətini gənclərə öyrədən, zövq və estetik baxış tərzi ilə seçilən Aysən müəllimə qonağımızdır. Tələbələriniz bu sahəni öyrənəndə onların qarşısında necə bir gələcək görürsünüz? Bu sənətdə perspektiv genişdir. İstər gözəllik salonlarında, istər tədbirlərdə, hətta kino və teatrda da öz sahələri üzrə inkişaf eləyə bilərlər. Yəni bu sahədə vizajist kimi fəaliyyət göstərə bilərlər. Mən istəyirəm ki, tələbələrim ilk növbədə peşəyə sevgi ilə yanaşsınlar. Çünki vizaj sadəcə makiyaj deyil. Bu insanın gözəlliyini ortaya çıxarmaqdır. Uşaq vaxtından mən ümumiyyətcə həmişə güzgünün qabağında dayanırdım və balaca bir stəkana su doldururdum və saçlarımı düzəltirdim. Bu mənə çox xoşbəxt edirdi. Valideynlərim bu istedadımı gördülər, daha doğrusu anam və bacım. Və mənim ilk ustam, mənim ilk sapı necə tutmağı öyrədən anam olub. Və sonradan isə bacım məni o qədər həvəsləndirib, anamla bacıma buradan öz təşəkkürlərimi bildirirəm. Sonradan təbii ki, ustalarım çox olub, onlara təşəkkürümü bildirirəm. Sadəcə olaraq ilk dəfə sapı mənə tutmağı anam öyrədib. Hər usta müəllim ola bilməz. Əlbəttə. Bu qənaətə gəlmək olar sizcə? Əlbəttə ola bilməz. Bəs Zirə Qəsrə Mədəniyyət Mərkəzini necə qərarlaşdırdınız ki, mən orada işləməyə başlayacağam. Mənim kimi istedadlı tələbələrim olacaq. Mən onları qabağa çəkəcəm. Bu fikrə necə gəldiniz? İnanırsınız? Mən həmişə qohum-sarıdan çox belə yaramışam da. Təsadüfən sizin elanı mənim xalam qızı atdı və mənə inarsınız o özü də bu sahədə çalışır və o dedi ki, Aysel, sən getməlisən mədəniyyət mərkəzinə. Dedim ki, axı mən çatdıra bilmərəm, mən salonda işləyirəm, artıq günüm dolu olur da. Dedi ki, xeyr, sən getməlisən və orada mənim kimi səni götürəcəklər. Dedim ki, sən hardan bilirsən ki, məni götürəcək? Bəlkə heç məni götürməyəcəklər də, yəni ola bilər. Dedi, yox, sən bir get. Və inanırsınız, heç peşman deyiləm. Mərkəzə yaxınlaşdım, inanırsınız, həyəcanla götürdüm. Yazdım ki, mən işləyirəm, istəyirəm ki, burada usta kimi fəaliyyətimi göstərim. Və heç inanmazsınız, biraz 20 dəqiqədən sonra mənə yazdılar ki, buyurun gəl, biz sizi tanıyırıq. Və mən də gün təyin olundu, qərarlaşdırdıq ki, mən bu Zirə Mədəniyyət Mərkəzində müəllim kimi fəaliyyət göstərəcəm. Vizajist müəlliməsi şəxsi həyatında necə bir nümunə olmalıdır sizcə? İlk növbədə səliqəli və zövqlü. Tələbələrim biz içəri girəndə, bəlkə siz onu fikir vermisiniz, yoxsa yox, içəridə heyət. Birbaşa əllərimizi yuyuruq, əllərimiz spirtlənir. Sonradan biz otağa keçirik. Bu bizim qanunumuzdur və hətta mənim tələbələrim gəlirlər ki, müəllim ora bilirik. Biz artıq keçməliyik otağa. Əllərimizi yumalıyıq, sonra keçməliyik müştəri ilə işləməyə, öyrənməyə. Tələbə müəllimdən sadəcə texnikanı yox, həm də baxış tərzini götürür. Mənim üçün isə vizaj həyat tərzidir. Nə gözəl, çox gözəl vurğuladınız. Və gündəlik həyatda da mütləq zövqlü olmalıdır. Usta özü zövqlü olmalıdır. Sizcə zövqlə dəb eyni anlayışdır vizaj? Vizaj sahəsi üzrə adətən baxırıq ilin dəbi, ilin trendi. Amma əgər bir insana bu makiyaj, bu dodaq rəngi yaraşmırsa, onu eləmək olmaz. O artıq zövqdür. Məsəl üçün bir insana baxırsan ki, bu ilin trendi məsəl üçün şaftalı tonudur və yaxud da tünd tonlar bu il dəbdədir. Amma əgər bir xanıma bu yaraşmırsa, sən onun üzünə onu tətbiq eləyə bilməzsən. Əsl ustanın ustalığı odur ki, zövqlə, dəbi yox, zövqü götürsün və baxsın ki, əgər o xanıma, o pomada, o dodaq rəngi yaraşmırsa, onu çəkməsin. O artıq zövqdür. Bu makiyaj insana həm də özünə inam verir. Bəs bu cümlənin ardına siz bir vizaj ustası olaraq necə tamamlayardınız? Mən makiyaj yerəndə əsəblərim sakitləşir. Özünə inam. Qadın olaraq insanın vizual olaraq özünə inamı artır. Müəllimə kimi işləmək daha sizə zövq verir, yoxsa? Əvvəllər düşünürdüm ki, müəllim olmaq çox çətindir və vizaj sahəsi daha rahatdır. Amma inanırsınız, tələbələrin sevgisini, tələbələrin mənə olan diqqətini gördükcə fikirləşirəm ki, müəllimlik peşəsi çox şərəfli bir peşədir və mən öz işimdə, öz peşəmdə özümü
öyrətməyi də sevirəm. Özüm öyrənməyi də çox sevirəm. Ona görə də mənim üçün öyrənmək də, öyrətmək də, tələbələrlə işləmək də çox gözəldir və hər ikisini seçərdim. Asiya müəllimə, dəyərli söhbətinizə görə təşəkkür edirəm. Təşəkkürlər bu gün dəyərli söhbətinizə görə. Siz sağ olun. Minnətdarıq. Siz sağ olun. Mənə çox xoş oldu.